Digər rivayətlərdə gəlir ki, Ya əyyətən nəfsut tayyibə kənət fi cəsədin tayyibə. Ey gözəl ruh, gözəl nəfisdə, yəni bədəndə olan ruh, çıx ilə məğfirəti minəllahi və ridvan və ravhun və reyhan və rabbun qeyru qadban. Bu başqa rivayətidir, bu da səhiddir. Nə deyir? Deyir, ey gözəl nəfis. Bu rivayətdə nəfis. Artıq ruh kəlməsi əvəzindən nəfis gəlir. Ey gözəl nəfis, tayyibə, gözəl cəsəddə olan nəfis. Gözəl bədəndə olan nəfis. Burada gözəl bədən nəzərdə tutulmur. İnsanın bədəni fiziki olaraq gözəldir. Yox, o bədən ki, Allah s.ə.nin taətində ram olmuşdur. Və insan o bədəni qormuşdur. Allah s.ə.nin zahir və batini bütün haramlarından, sigaretdən, nəşədən, narkotikdən, içkidən, nakolkadan, daha nədən, bədən olmuşdur tayyibə. Cəsədün tayyibə. Gözəl bədən. Tayyib, xoş, əmanəti verilmiş və əlaqəli bir şəkildə təhvil verilmiş gözəl bədən. Nəfis, ruh nəzərdə tutulur burada. Gözəl ruh. Möhtərəm qardaşlar, burada bir fayda var. Bəzi insanlar onlara heç bir fayda verməyən işlərlə məşğul olarlar. Nəmmamlıq, qeybət, ara vurma və elm tələbələrini çox alçalıcı bir şəkildə istehza edərəkdən roliklər düzəltməyə və YouTube-a qoymaqla məşğuldurlar. Və onları biz tanıyırıq, xəbərləri olsun. Hətta onların şəkillərini artıq biz gördük, kimlərdə onlar. Təəssüflər olsun ki, onlar da bizim qardaşlarımızmış. Əhl-i sünnədən təkfirə çox meyilli. Xitab edək nəfsimizə, sonra onlara. Əminsənmi sənə o mələklər bu sözü deyəcək? Ya əyyətən nəfsud tayyibə. Ey tayyib nəfis, gözəl nəfis, gözəl ruh, gözəl bədəndə olan Rəbbinin rizasına, məğfirətinə, ridvanına qovuşmaqdan ötürü çıx ki, ravhun və reyhan səni qarşılasın və Rabbun qeyru qadban, səndən razı qalan, heç qəzəbli tapmadığın bir Rəbb səni qarşılasın deyə onun hüzuruna çıx. Bu sözlərə sən əminsənmi bu əməlləri görəndən sonra? Və həmin insan soruşsun. Əgər o bu əməllərlə Allaha yaxınlaşır, hər halda, subhanallah, baxarsan, rolik qoyur və insan cahillərin belə sığışdırmadığı bəzi kəlmələri ora qoyur. Təhkir edici sözlər qoyur. Hətta mən burada ar biləm onu təkrarlamağa. Çox eyib. Sənin filan kəsindən xoşun gəlmirsə, onun dəvətinə xoşun gəlmirsə, onun özündən xoşun gəlmirsə, düşmənçilik edirsənsə, onun da bir ədəbləri var. Rolik qoymaq və üstəlik də çox çirkin kəlmələrdən istifadə eləmək və çirkin işlər görmək və sonra nəticədə elm tələbələrini bir-birinə əleyhinə qaldırmaq və onları bir-birinə vurmaq, icazə almadan, haqlarına girərəkdən onlara telefon səsləri, zəngləri açmaq, səslərini yazmaq, bir-birinə vurmaq. Əgər bu salih əməllərdirsə, Allaha yaxınlaşan əməllərdirsə, onu edən insan bilir. O və onun vicdanı ona bu məsələdə məsləhətçidir. Bu əməllər onun imanını nə qədər artırdı, nə qədər qəlbini saflaşdırdı, nə qədər iman qardaşlarını ona daha yaxın etdi qəlbinə. Bu mizanın ölçsün və biləcək ki, o əməl nə yerdədir. Və bu əməl sahibi düşünsün bu hədisi. Digər bir rivayəti ilə Ya əyyətən nəfsud tayyibə kənət fi cəsədi tayyibə. O gözəl nəfis ki, gözəl cəsədin içində idi. Gözəl nəfis. Gözəl nəfis, qardaşlar, o nəfisdir ki, məcbur eləyir öz qardaşını özünə sevmək, çünki imanda, tövhiddə, əqidədə eynidir.